Azərbaycan qədim tarixində Kimmer, İskit və Sak tayfaları çox mühüm rol oynamışdılar. Kimmerlər əvvəllər Qara dənizin şimal sahilləri boyunca və Şimali Qafqazda yaşayırdılar. Eradan əvvəl 8-ci əsrdə onların hərbi cəhətdən güclü siyasi birliyi var idi. Herodot yazır ki, İskitlərin təzyiqi ilə Kimmerlər Cənubi Qafqaza yürüş etdilər. Kimin təzyiqi ilə? İskitlərin təzyiqi ilə. İki hissəyə bölünən Kimmerlərin bir hissəsi Kiçik Asiyaya, digər hissəsi isə Mannaya doğru yönəldi. Mannada məskunlaşan Kimmerlər bu dövlətin Aşura qarşı müharibəsində iştirak elədi. Eradan əvvəl 7-ci əsrin birinci yarısında Azərbaycan ərazisində İskit şahlığı yarandı. İşquz şahlığı da deyilir 7-ci əsrin birinci yarısında. Bu dövrdə İskit şahlığı Kür çayından başlayaraq Arazdan cənuba, Mannanın şimalına qədər geniş ərazini əhatə edirdi. Demək, İskit şahlığının ərazisi Kür çayından başlamış və Mannanın şimalına qədər geniş ərazini əhatə edibdi. İskit dövləti daha da güclənərək Kimmerləri və Midiyalıları da özünə tabe edibdi. Demək, İskitlər güclənib, Kimmerləri də, Midiyalıları da özünə tabe edibdi. Tarixi mənbələrdə sonraki əsrlərdə də İskitlərin Sak, Sakasen və s. adlarla Azərbaycanda yaşadığı qeyd edilmişdir. Ona görə də Azərbaycanda Sakasena, Balasakan, Şəki, Zaqatala və digər toponimlər, yəni yer adları yaranmışdır. Sakların əsas hissəsini Massagetlər təşkil edirdi. Onlar Dərbənd keçidindən Azərbaycan ərazisinə daxil olub, burada məskunlaşmışdılar. Yenə diqqət edək, Dərbənd keçidi deyirik. Dərbənd keçidi var, amma Dərbənd səddi, Dəmirqapa, Dərbənd qapıları hələ inşa olunmayıbdı. Bu tayfalar digər yerli tayfalarla qaynayıb qarışmış, Azərbaycan türk xalqının təşəkkülündə mühüm rol oynamışdı. Burada da Massagetlər çox saylı və olduqca cəsur xalqdır. Onlar Araz çayının o tayında yaşayır, haqqında məlumat var. İskit və Kimmer tayfaları Azərbaycan və Ön Asiya xalqlarının hərb sənət sahəsində ciddi təsir göstərmişdir. Həmin dövrdə İskit tipli silahlar geniş yayılmışdı. Onlar ilk dəfə olaraq at qoşulmuş döyüş arabalarının əvəzinə daha yüksək sürətə və manevr imkanına malik, hər cür şəraitdə döyüş aparmağa imkan verən atlı qoşun yaratmışlar. Demək, ilk dəfə atlı qoşunu yaradan məhz İskit tayfaları olubdu. Burada da diqqət etsək, Kimmerlərin yaşadığı ərazi Qaradəniz sahilləri göstərilib, İskitlərin yaşadığı ərazi, eyni zamanda Alban tayfalarının yaşadığı ərazi, Kaspilər, aşağıda Manna dövləti, yəni diqqət edək bunlara. Və bir də baxaq 10-cu sinif məlumatlarına. Köçəri həyat sürən İskitlər Altaydan qərbə doğru hərəkət edərək Qaradənizin şimal sahillərinə gəlmiş və burada digər türk dövlətli Kimmerlərin yaxınlığında məskunlaşmışlar. Eradan əvvəl 7-ci əsrin əvvəllərində Qafqaz və Ön Asiya istiqamətində yürüşə birinci Kimmer tayfa birliyi başlamışdır. Kimmerlərdən az sonra Xəzər sahili boyunca cənuba hərəkət edən İskitlər Dərbənd keçidindən adlayaraq Cənubi Qafqazın şərq hissəsinə Azərbaycana daxil olmuşlar. Kimmer İskit axınları Azərbaycana türk tayfalarının ilk böyük gəlişi hesab olunur. Kimmer tayfa birliyinin başçısı Tuqdami idi. Deməli, Kimmer tayfa birliyinin başçısı kim olubdu? Tuqdami olubdu. Kimmerlər Cənubi Qafqazdan Kiçik Asiyaya doğru hərəkət etdilər. İskit tayfa birliyinə isə İşbakay rəhbərlik edirdi. Kür və Araz çayları arasında məskunlaşan İskitlər, deməli İskitlər isə Kür və Araz çayları arasındakı ərazidə məskunlaşırlar. Yerli Alban, Kaspi, Uti tayfalarını öz ətrafında birləşdirdilər. İşbakay öz ətrafında Kaspi, Alban, Uti tayfalarını birləşdirdi. Bunu belə sistemləşdirə bilərik. Qavqamela döyüşündə Eradan 331-ci ildə deyildik ki, hansı tayfalar iştirak eləmişdi? S-Ak, yəni S-Sak, A-Alban, K, Kaspi. Yəni o üç tayfa Qavqamela döyüşündə iştirak eləmişdi. İskəndərə qarşı həmənlərin tərkibində. Burada isə İşbakayın öz ətrafına birləşdirdiyi tayfalar deyəndə oradan Sakın adını çıxırıq, onu Uti ilə əvəz edirik. Alban, Kaspi, Uti tayfaları birləşmişdi. Eradan əvvəl 7-ci əsrin birinci yarısında Kür və Araz çayları arasındakı ərazilərin Urmiya gölünün şimal-qərbinə qədər uzanan torpaqlarında İskit, İşquz şahlığı yarandı. Yerli tayfalar hesabına döyüşçülərinin sayını artıran İşbakay yeni yürüşlərə başladı. Arazdan cənuba keçmiş İskitlər
yəni işquzlar Mannalı soydaşları tərəfindən yaxşı qəbul edilmiş, onların arasında dostluq münasibətləri yaranmışdı. Hökmdar Aşşur ilə ittifaq quran İşbakay Manna ərazisindən keçərək Aşşur üzərinə hücuma başladı. Süvari alaylarının sürətli hücumları ilə üzləşən Aşşur ordusu ilk döyüşlərdə məğlub olub geri çəkilmək məcburiyyətində qaldı. Bu xəbərlər Assuriya zülmü altında olan xalqlarda ümid və inam yaratdı. Aşşur Mannanı müstəqil idarə edib Assuriyalı sərhəd qarnizonlarına hücuma başladı. Mediada da müstəqillik uğruna hərəkat genişləndi, lakin İşbakayın ölümü Assuriyanın darmadağın olunmaqdan xilas elədi. Belə bir vəziyyətdə çətin vəziyyətə düşmüş Assuriya hərbi uğursuzluqların diplomatik yolla həll etməyə çalışırdı. İskit şahlığı ilə Aşşur arasında müttəfiqlik münasibətləri quruldu. Lakin bu güclü türk dövləti bir qədər sonra zəiflədi və Midiya dövlətinin zərbələri nəticəsində süquta uğradı. Midiya, Mada dövləti. Midiya tayfaları Mannadan cənub-şərqdə, İran yaylasının mərkəzində yaşayırdı. Medialar haqqında ilk məlumatlar eradan əvvəl 9-cu əsrdə Aşşur mənbələrində verilmişdi. Eynən Manna kimi. Aşşur mənbələrində bu ölkə Matay, Maday, Amaday şəklində xatırlanır. Eradan əvvəl 9-8-ci əsrlərdə Midiya ərazisində yaranan kiçik siyasi birləşmələr vilayət hakimləri tezliklə Assuriyadan asılılığa düşdü. Deməli, eradan əvvəl 9-8-ci əsrdə Midiya ərazisində yaranan kiçik siyasi birləşmələr ki var idi, həmin vilayət hakimləri tezliklə Assuriyadan asılılığa düşür. Eradan əvvəl 673-cü ildə müstəqillik uğrunda başlanan xalq hərəkatına Kaştariti rəhbərlik edir. Kaştaritin İskit, yəni İşquz şahlığı və Manna ilə ittifaq yaratması üsyançılara bir neçə cəbhədə fəaliyyət göstərmək imkanı verir. Demək, Kaştariti kimlə ittifaqa girir? Manna və İskitlərlə. Eradan əvvəl 672-ci ildə Kaştaritin parlaq qələbəsi Midiyanın Assuriya əsarətindən həmişəlik azad olunması ilə nəticələndi. Lakin eradan əvvəl 653-cü ildə Kaştariti İskit ordusu ilə döyüşdə həlak oldu. Bu qələbə İskit dövlətinin yüksəlişinin zirvəsi oldu. Herodotun məlumatına görə Midiyalılar üzərində qələbədən sonra İskitlərin Asiya üzərində 28 il davam edən ağalığı dövrü başladı. Deməli, 28 illik İskit ağalığı dövrü məhz bu dövrdə başlayıbdı. İskitlər Midiyanın dövlətçiliyini tamamilə məhv etmədilər. Kaştaritdən sonra hakimiyyətə gəlmiş Kiaksar Midiyada İskitlərin ağalığına son qoydu. O dövləti gücləndirmək üçün islahatlar apardı, kiçik vilayət hakimliklərini tamamilə ləğv elədi. Nəyi ləğv elədi? Kiçik vilayət hakimliklərini tamamilə ləğv elədi. Kiaksar daimi nizami ordu və İskitlərin döyüş taktikasına əsaslanan süvari atçı hissələr yaratdı. Bu tədbirlərdən sonra Kiaksar Babil dövləti ilə ittifaq qurub Assuriya qarşı mübarizəyə başladı. Müttəfiqlər iki istiqamətdən Assuriya üzərinə hücuma keçdilər. Eradan əvvəl 612-ci ildə Midiya və Babil orduları Assuriya ordusunu məğlub etdi, onun əsas paytaxtını Niniviyanı tutaraq dağıdıb yandırdılar. Assuriya bir dövlət kimi eradan əvvəl 605-ci ildə süqut etdi. Assuriyanın ərazisi qaliblər arasında bölüşdürüldü. Bundan sonra Kiaksar eradan 590-cı ildə Manna, Urartu, İskit dövlətini tamamilə ləğv edib ərazisini Midiyaya birləşdirdi. Midiya imperiya çevrildi. Demək, Midiyanın imperiya çevrilməyi eradan əvvəl 590-cı il Kiaksara aiddir. Niniviyanın tutularaq dağıdılıb yandırılmağı eradan əvvəl 612-ci ilə aiddir. Bunda İzirtu ilə oxşar cəhət kimi götürə bilərik. Midiyada əhalinin sosial tərkibini deyəndə əhali 3 qrupa bölünürdü. Əyanlar, azad icmaçılar, qullar. İdarə olunmasından deyəndə dövlətin başında hökmdar durur və satrap canişinlər vasitəsilə dövləti idarə edir və dövlətin əsasını ordu təşkil edirdi. Kaştaritin dövlət idarəçiliyində başladığı dəyişikliklər əsasında nəsli əyanlar, yəni tayfa başçıları və vilayət hakimləri müstəqil hakimiyyətlərini itirsələr də əslində saray əyanlarına çevrildilər. Qalibiyyətli müharibələr isə ölkə qulağına səbəb oldu. Deməli, nəsli əyanların saray əyanına çevrilməyi məhz Kaştaritinin dövründədir. Astiaq isə son hökmdar idi. 585-550-ci illərdə eradan əvvəl hakimiyyətdə oldu. Bunun dövründə işğallar dayandı. Təbii ki, hərbi əyanlar, döyüşçülər bu hərbi qənimətlər hesabına yaşadığından bu vəziyyətdən narazı oldular. Digər tərəfdən də Astiaq yeni yaranan Zərdüşt dininin kahinləri sayılan maqlarla yaxınlaşırdı. Onun sarayında yer almış yeni dinin təbliğatçıları köhnə dinlərə və tanrılara qarşı mübarizə aparmaqla yanaşı, cəmiyyətin inkişafı üçün ümumi bərabərlik yaradılması fikrini önə çəkirdilər.
Yeni din aşağı təbəqənin mənafeyinə uyğun gəlirdi. Təbii ki, buna görə də əhali arasında sürətlə yayılırdı. Media əyanları isə yeni dini özləri üçün təhlükə sayırdılar. Hakimiyyət dövrü uzandıqca Astiaqla əyanlar arasında ziddiyyətlər də artırdı. Astiaqa qarşı açıq çıxış etməyə cürəti çatmayan media əyanları onun əvəzi 2-ci Kirin əli ilə hakimiyyətdən devirməyə qərar aldılar. 2-ci Kir, yəni Kuruş, Astiaqın Pars vilayətinin başçısına ərə verdiyi qızı Mandananın oğlu idi. Eradan əvvəl 553-cü ildə 2-ci Kirin başçılığı altında üsyan başladı. Burada diqqət edək, bu üsyana 2-ci Kir başçılıq edib, amma Əhəməni dövləti, Əhəməni hökmdarı, hökmdar 2-ci Kir deyə bilmərik. Həlledici anda media əyanlarının xəyanəti özünü göstərdi. Eradan əvvəl 550-ci ildə media məğlub oldu, Ekbatan hücumla alındı. Şəhər 2-ci Kirin əmri ilə qarət edildi. Demək, Ekbatan hücumla alınıbdı 550-ci ildə, çünki media məğlub olubdu. Şəhər 2-ci Kirin əmri ilə qarət edildi, əhalisinin bir hissəsi qula çevrildi. Media dövləti süquta uğradı. Hakimiyyət farsların əlinə keçdi. Medianın yerində Əhəməni Fars dövləti yarandı və tez bir zamanda imperiya çevrildi. Media haqqında 6-cı sinifdə də verilən məlumata diqqət edək. Media Mannadan cənub-şərqdə yerləşir. Aşur ağalına qarşı üsyan qaldıraraq Manna, İskit və Kimmerlərin köməyi ilə azadlıq əldə etdilər. 672-ci ildə Media müstəqil oldu, onun paytaxtı Ekbatan idi. Lakin tezliklə Aşur İskitləri öz tərəfinə çəkməyə nail oldu. Nəticədə Aşur və İskitlərin birləşmiş qüvvələri Medianı məğlub etdi. Deməli, Aşur İskitləri sonradan öz tərəfinə çəkir və Medianı məğlub edir. Eradan əvvəl 653-cü ildə Media ölkəsi İskitlərin tabeyinə düşür. Mediadakı İskit ağalığına Kiaksar son qoyur, o hərbi islahat keçirir. İslahat isə ictimai həyatın hər hansı bir sahəsinə edilən dəyişiklikdir. Kiaksarın hərbi islahatları piyadaları atlardan ayırır, nizəçilər və oxatanların ayrı dəstələrə bölünməsinə nail olur, çoxsaylı və möhkəm nizami ordu yaradır. Güclənən Media Aşura qarşı Babil dövləti ilə ittifaq bağlayır. Birgə hücum nəticəsində Aşur Eradan əvvəl 7-ci əsrin sonunda süqut edir və ərazisi bölüşdürülür. Eradan əvvəl 6-cı əsrin əvvəlində Manna, İskit şahlığı və Urartu Media tərəfindən işğal edilir. Əhəməni dövlətindən danışaq. Deməli, Kiaksardan sonra Media dövləti zəifləyir. Əhəməni sülaləsindən olan 2-ci Kir Mediaya qarşı üsyan qaldırır. Media əyanları və sərkərdələrin bir qismi 2-ci Kirin tərəfinə keçir. 550-ci ildə Eradan əvvəl həlledici döyüş baş verir. 2-ci Kir Media hökmdarını əsir alır və Ekbatanı ələ keçirir. Nəticədə Media və ona tabe olan Azərbaycanın cənub ərazisi yeni yaradılan Əhəməni dövlətinin tərkibinə daxil olur. Əhəməni dövləti işğal etdiyi ölkələrdə xalqın üzərinə ağır vergi mükəlləfiyyətləri qoyur. Mükəlləfiyyət isə müəyyən işləri yerinə yetirmək məcburiyyətidir. Müharibə zamanı Əhəməni ordusunu canlı qüvvə ilə təmin etmək ən ağır mükəlləfiyyətidir. Əhəməni dövlətinin tərkibindəki ölkələr arasında ticarət əlaqələri inkişaf etdi. Bu həm də mədəni əlaqələrin genişlənməsinə şərait yaratdı. Şərqdə Hindistan, qərbdə isə Misirə kimi uzanan nəhəng Əhəməni imperiyasının tərkibinə Azərbaycan torpaqları daxil oldu. Və belə böyük bir imperiyanı nəzərdə saxlamaq üçün Əhəməni şahları ərazini satraplıqlara, yəni canişinliyə bölmüşdülər. Böyük səlahiyyətlərə malik olan satraplar əhalidən illik vergi yığır, müharibə vaxtında döyüşçülər toplayırdılar. Farslar bütün türk dilli köçərləri Sak adlandırırdılar. Sak, İskit, Oğuz tayfaları çox döyüşkən olduqlarından Əhəməni şahları apardıqları bütün müharibələrdə onların qüvvəsindən istifadə edirdilər. Əhəmənilərin Azərbaycanın şimal torpaqları üzərində hakimiyyəti nominal, yəni şərti xarakteri daşımışdır. Əhəməni satraplar daha çox vergi toplayır, əhalinin daxili işlərinə, adət-ənənələrinə qarışmırdılar. Əhəməni hakimiyyət dövründə, xüsusilə Şimali Azərbaycanda sosial təbəqələşmə gücləndi. Ölkə əhalisinin siyasi proseslərə qatılması, maliyyə vergi sisteminin tətbiqi, iri yaşayış məskənlərinin sayıca artması iqtisadi və siyasi inkişafa səbəb olmuşdur. Artıq Eradan əvvəl 4-cü əsrin sonlarında Azərbaycanın şimalı müstəqil dövlətin yaranması ərəfəsində idi. Və burada diqqət edəsək, Şəmkir rayonunun Qaracəmirli kəndində tapılmış Əhəməni dövrünə aid saray kompleksi var. Bu da sarayın bərpa edilmiş şəklidir. Deməli, bu Əhəmənilərə aiddir. Eradan əvvəl 530-cu ildə Azərbaycan Araz çayının şimal hissəsinə doğru hücum elədi. Kimlər? Əhəmənilər. Yəni 2-ci Kir. Lakin Massaget hökmdarı Tomris'in ordusu qalib gəldi. 2-ci Kir isə döyüşdə öldürüldü. Əhəməni hökmdarı 1-ci Dara bütün imperiya, o cümlədən Azərbaycanın hüdudlarına yayılmış üsyanları çətinliklə yatıra bildi. Bundan sonra o geniş işğallara başladı. İlk yürüşlərdən biri Azərbaycanın şimal ərazilərinə oldu. Araz çayının şimaldakı torpaqlar işğal edildi.
Hansı torpaqlar? Arazdan şimaldakı torpaqlar. Azərbaycan əhalisi ilə həmən əsarətinə qarşı mübarizəsindən danışaq. Azərbaycan əhalisi həmənlərə vergi ödəyir, həm də hərbi yürüşlərdə iştirak edirdi. Bu tayfalar Yunan Əhəməni müharibələri zamanı Əhəməni qoşununda iştirak etməyə məcbur edilmişdi. Azərbaycan əhalisi Əhəməni dövlətinin ağalığına qarşı davamlı mübarizə aparmış, qismən müstəqilliklərini bərpa etmişdi, qismən bərpa eləmişdi. Əhəməni imperiyasında mövcud olan yüksək mədəniyyətin və incəsənətin inkişafına Azərbaycan əhalisinin böyük töhfələri olmuşdu. Eradan 4-cü əsrin ikinci yarısında Əhəməni imperiyasının sosial-iqtisadi vəziyyəti pisləşdi. Tabe edilən xalqlar üzərində hakimiyyət zəiflədilmişdi. İmperiyanın müxtəlif ərazilərində üsyanların ardı-arası kəsilmirdi. Belə bir şəraitdə Makedoniyalı İskəndər Əhəməni dövlətinə yürüş etdi. Həlledici döyüş Eradan 331-ci ildə Qavqamela çölündə baş verdi. 3-cü Daran ordusu məğlub edildi. Qavqamela döyüşündə Azərbaycan tayfaları Atropatın başçılığı ilə Əhəmənilərin tərəfində igidliklə döyüşmüşdü. Demək Qavqamela döyüşündə Alban, Sak, Kaspi tayfaları Əhəmənilərin tərkibində döyüşübdü. Eyni zamanda Atropat Əhəmənilərin tərkibində döyüşübdü. Amma bura diqqət edirik. Burada nə Atropatena dövlətindən, nə Atropatena hökmdarından, yəni hökmdar Atropatdan danışa bilmərik, nə də Albaniya dövlətindən, Albaniya qoşunundan danışa bilmərik. Sadəcə olaraq Albanlar tayfa kimi iştirak edibdi.